Allahın bizə hansı peyğəmbəri göndərdiyini heç düşünmüsünüzmü? Allah mübarək Tövbə surəsinin 128-ci ayəsində peyğəmbəri bizə belə tanıtdırır. Laqad ca'akum rasulun min anfusikum azizun alayhi ma anittum harisun alaykum bil mu'minina raufur rahim. Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır. O sizin iman gətirməyinizi çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. Bu o deməkdir ki, sizdən bir peyğəmbər gəlib ki, əziyyətləriniz ona ağır gəlir. Hamınızın xoşbəxt olmasını istəyir. O möminlərə qarşı çox mehribandır, mərhəmətlidir. Bu təsvir ürəyi istiləşdirir, elə deyilmi? Bizim yanımızda yaxın dost və həqiqi yoldaş kimi olan peyğəmbər. Onun ürəyi bizim üçün döyünür və bizə doğru yolu göstərir. İndi özümüz haqqında düşünək. Biraz peyğəmbərə oxşasaydıq nə yaxşı olardı. Başqalarına qarşı daha mehriban, daha şəfqətli və diqqətli olun. Peyğəmbərimizdən öyrənək. Bir-birimizə daha mehriban olaq. Dünya bizim mehribanlığımızla ən gözəl yerdir, deyilmi?